Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycanda Səlcuqlu dönəmi, yəni Azərbaycan Səlcuqlu İmperatorluğu tərkibində Səlcuq bəy haqqında, Qınıq boyu haqqında sizə məlumat vermişəm. O məsələlərə çox da toxunmayacağım, çünki ümumi tarixdən Böyük Səlcuqlu dövlətinin videosu var. O izahda bütün məlumatlar qeyd olunub. 10-cu əsrdə Səlcuqlar İslamı qəbul ediblər, 970-ci illərdə Buxara ətrafında məskunlaşıblar, 11-ci əsrin əvvəllərində Sultan Mahmud Qəznəli onları Xorasana köçürür. Deməli, Xorasanda 10-cu əsrin əvvəllərində, 11-ci əsrin əvvəllərində Xorasanda Sultan Mahmud Qəznəliyə qarşı bir neçə çıxışları olur. Qəznəlilər tərəfindən sıxışdırılmağa başlayırlar Səlcuqlar və bir hissəsi qərbə köçməyi nəzərdə tutur və qərbə axınlar başlayır. 1015-ci ildə Çağrı bəy Bizansa qarşı kəşfiyyat yürüşünə çıxır. Çağrı bəy haqqında da dediyim kimi video izahda var. Van, Naxçıvan, Dəbil, Arran ərazisi nəzarətə götürülür. Bu 1015-ci il yürüşün nəticəsində. 1028-ci ildə Sultan Mahmud Qəznəliyə qarşı Səlcuqlar üsyan qaldırır. Nəticədə Sultan Mahmud Qəznəli bu üsyanı yatırdır və onları təqib etməyə başlayır. Bu təqiblərdən yaxa qurtarmağa çalışan bir qrup Səlcuqlu, deməli, orada hətta var 2000 Oğuz ailəsi. Rəvvadi hökmdarı Vəhsudandan kömək istəyir. Rəvvadi hökmdarı Vəhsudan onlara kömək edir, torpaq verir, ərazisində yerləşdirir. Onlara, deməli, Səlcuqlar Rəvvadilər dövlətinə sığınanda, kömək istəyəndə, Rəvvadilər onlara kömək edir. Dəyərli yoldaşlar, bu tarixdə var. Unutmayın. Amma zaman gələcək, keçən dərsimdə də demişdim, Səlcuqlar Rəvvadilər dövlətinə son qoyacaq. Sultan 1-ci Toğrul 1038-1063-cü illərdə hakimiyyətdə olub. Deməli, Toğrul Nişapur şəhərində dövlət yaradır. İlk paytaxt Nişapur olur. Toğrulun dönəmində ümumiyyətlə, Toğrulun dönəminin sonlarına yaxın Səlcuqlu İmperatorluğunun ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənddən İran körfəzinə qədər olan ərazini əhatə edir. Bunların hamısını bildirmişəm əslində, təkrar kimi olmasın. 1040-cı ildə Dəndənəkan döyüşü baş verir. Dəndənəkan döyüşündə Sultan Məsud Qəznəlinin qoşunu məğlub edilir. Toğrul bu döyüşdən sonra sultan elan olunur. Mərv qurultayı keçirilir. 1043-cü ildə paytaxt Reyə köçürülür. 1048-ci ildə Səlcuqlu Azərbaycan Birləşmiş Qoşunu Şərqi Anadoluda hərbi əməliyyatlar həyata keçirilir və nəticədə Bizansa ağır zərbə vurulur. 1054-cü ildə Səlcuqlar Təbrizə hücum eləyir. 1-ci Toğrulun zamanıdır. Rəvvadilər dövləti tabe edilir. Rəvvadi və Sudan tabe edilir. Şəddadilər və Tiflis üzərinə də hücum edilir və onlar da tabe edilir. Eyni 1054-cü ildə. Deməli, Azərbaycan ərazisinə Səlcuqlu qoşunu başlanğıcda 2 sərkərdənin başçılığı ilə daxil olub. Bu, deməli, trayektoriyanı sizə bildirim. Sərkərdə Qutalmış, deməli, Xəzərin cənubunu işğal edir və Arana daxil olur. İbrahim Yınal qərbi İranı işğal edir və Azərbaycana daxil olur. Dəyərli yoldaşlar, Alparslan, Sultan Alparslan 1063-1072-ci illərdə hakimiyyətdə olub. 1065-ci ildə Rəvvadilər dövlətinə son qoyur. Bunu dedim. 1066-cı ildə deməli, sərkərdə Qaratəkini göndərir Şirvanşahlar dövlətinin üzərinə. Şirvanşahlar dövləti tabi edilir. 1-ci Fəriburs, deməli, xərac verir, tabi olur. Şirvanşahlar şah titulundan məhrum edilir və məlik titulu daşımağa başlayır. Şirvanşahların tabi edilməsi ilə bütün Azərbaycanın Səlcuqlunun tərkibinə keçməsi prosesi başa çatır. Unutmayın, Şirvanşahların tabi edilməsi ilə. 1071-ci ildə Malazgirt döyüşü olur. Malazgirt döyüşündə Sultan Alparslan Roman Diojeni məğlub edir Bizans imperatoru və Səlcuqlar ön Asiyada başlıca siyasi qüvvəyə çevrilir nəticə olaraq.
Keçirik Məlik Şah dönəminə. Məlik Şah dönəmi 1072-1092-ci illəri əhatə edir, dəyərli yoldaşlar. 1088-ci ildə Buğa Gəncəni tutur. Şəddadilər dövlətinə son qoyulur. Bundan sonra Səlcuqlu əmirləri deməli Gəncəni idarə etməyə başlayır. Məlik Şah dönəmi daha çox iqta paylanan dönəm kimi göstərilir. Sultan Səncər 1118-1157-ci illərdə hakimiyyətdə olub, dövrü parçalanma, üsyanlarla doludur. Yəni, çox da böyük bir informasiya burada yoxdur. Ümumi tarixdə nisbətən biraz informasiya var, onu da vermişəm. Deməli, bir qeyd var burada. Deməli, Gəncə və Beyləqan şəhərləri Azərbaycanda Səlcuqlu canişinliyinin mərkəzləri olub. Unutmayın, Gəncə və Beyləqan şəhərləri. Azərbaycana türk axınları, biz bilirik ki, Azərbaycana türk axınları 3 dövrdə olub. Birinci dövr, eramızdan əvvəl 7-ci əsrdə Kimmer, İskit, Sak tayfaları. İkinci dövr, bizim eranın 3-7-ci əsrlərində Hun, Barsil, Bulqar, Sabir, Xəzərlər. 11-ci əsrdə də Oğuz Səlcuq axınlarıdır. Səlcuqlu dönəmində vergilər haqqında biraz danışaq. Üşür vergisi, onda bir vergisidir, torpaq vergisidir. Xərac ilə yanaşı yığılırdı. Kitabımızda qeyd olunur ki, xas iqta sahiblərindən yığılırdı. Alaf, keşikçilər, gözətçilər, rəsmi şəxsləri təmin etmək üçün alınan vergi idi. Ordunun ehtiyaclarını ödəmək üçün isə 3 vergi var idi. Silah bahası, nal bahası, şərab bahası. Torpaq mülkiyyəti formaları, uc torpaqları, iqtanı xatırladırdı. İqta kimi, yəni şərti olaraq verilirdi. Deməli, sərhəd qoruyan sərkərdələrə verilir. Yəni, sərhədlərdə yerləşirdi. Uc zaten, ucda, yəni sərhəd uzaq mənasındadır. İqta aparıcı torpaq mülkiyyəti forması idi. Məlik Şahın dönəmində çox paylanmışdı. Getdikcə bu uc və iqta torpaqları şərtilikdən çıxır, daimi mülkə çevrilməyə başlamışdı. Zaten Səlcuqlu dövlətinin sonunu da belə bu proses gətirəcək. Deməli, Səlcuqlu dönəmində Azərbaycan ərazisində ticarət, sənətkarlıq, iqtisadiyyat ümumilikdə inkişaf edirdi. Bunun səbəbi nə idi? Vahid çəki ölçü pul sisteminin tətbiq olunması, ticarət yollarında əmin-amanlıq, təhlükəsizliyin təmin olunması və tacirlərin bəzi rüsumlardan azad olunması. Dəyərli yoldaşlar, Azərbaycan Səlcuqlu dönəmində mövzusu bu qədər. İzləmədə qalın, davam edirik.